Dini siyasətə qatmayın. Bu fikir dini siyasi səhnədən çıxarmağı öz ideologiyasının əsasına çevirən liberalizmin yaranması ilə meydana atılıb. Biz tarixə nəzər salanda görürük ki, 15-16-cı əsrə qədər təqribən dünyanın bütün nöqtələrini batil və ya haqq bir din idarə edib. Şərqdə də, qərbdə də. Qərb insanı onları inkişafdan saxlayan xristianlıqdan imtina etdikdən sonra gücləndi. Şərq toplumu isə qərbin təbliğatı və təsiri altında onu inkişaf etdirən dindən imtina etməklə güclənəcəyini düşündü. Təbii ki, bu proses qərbə nisbətdə şərqdə daha gec başladı, amma çox sürətli hal aldı və şərqin hazırki vəziyyətini inşa etdi. Şərq unutdu ki, qərbdəki saxta din kimi İslam onları elmdən, inkişafdan saxlamayıb. Əksinə, elm Çində olsa da ardınca gedin deyib. İslam xristianlıq kimi sağ üzünə vursalar, solu çevir deməyib, güclənməyi əmr edib. İslam xristianlıq kimi insanı zatı günahkar bilməyib, pak və məsum bilib. Hətta günaha mürtəkib olanın belə islah olunaraq paçlanacağını bəyan edib. Əfsus ki, şərq insanı bu gözəl dini siyasi səhnədən çıxardı və bütün faciələrinə öz əli ilə imza çəkdi.